İsa Peyğəmbərin hekayəsi. İsrail oğulları yerləşdikləri torpaqlarda yaşamağa davam edirdilər. İsrail oğulları içərisində Davud Peyğəmbərin nəslindən olan İmran adlı bir kişi vardı. İmran həyat yoldaşı ilə birlikdə Allaha daima ibadət və dua edirdi. Bir gün onlar Allahdan övlad istəyib. Allahım, bizə bir oğlan uşağı nəsib et. Əgər oğlumuz olsa, onu sənin yolunda xidmətə göndərərik. Dedilər. Allah onların dualarını qəbul etdi. Amma onlara oğlan deyil, qız övladı verdi. Uşağın adını Məryəm qoydular. Hələ illər əvvəl Yaqub Peyğəmbər Allahın əmri ilə bu torpaqlarda ibadətgah tikmişdi. İbadətgahın adı Məscidül Əqsa idi. İnsanlar burada Allaha ibadət edirdilər. Məryəm çox balaca ikən anası onu Allaha ibadət və gücü yetən xidməti yerinə yetirmək üçün ibadətgaha apardı. İbadətgahda Məryəmin xalası da öz həyat yoldaşı Zəkəriyya ilə birlikdə Allaha ibadət edirdi. Uzun zaman evli olsalar da onların övladları yox idi. Zəkəriyya peyğəmbər idi. O da insanlara Allahın əmrlərini xatırladırdı. Valideynləri Məryəmi ibadətgaha gətirərək tərbiyəsini Zəkəriyyaya tapşırmaq istəyirdilər. Lakin ibadətgahda olan digər insanlar da Məryəmi himayə etməyi arzu edirdilər. Bunun üçün püşk atmaq qərarına gəldilər. Hər kəs qələmini çaya atmalı. Kimin qələmi suyun axınının əksinə getsə, uşağı o himayə etməli idi. Hər kəs qələminə işarə qoyub çaya atdı. Zəkəriyyanın qələmindən başqa bütün qələmlər suyun axını istiqamətində üzdülər. Beləcə, Məryəm Zəkəriyya Peyğəmbərin himayəsi və tərbiyəsi ilə böyüməli oldu. Məryəm böyüyüb namuslu, doğru danışan, Allaha inanan bir gənc qız oldu. Onun ibadətgahda özünə aid otağı var idi. Orada gecə-gündüz Allaha ibadət edirdi. Onun otağına Zəkəriyyadan başqa heç kim girmirdi. Allaha ibadət edərkən mələklər onu ziyarətə gələr və ona bənzəri olmayan meyvələr gətirərdilər. Yaz fəslində qış meyvələrini, qış fəslində isə yay meyvələrini ona hədiyyə edərdilər. Bir gün Zəkəriyya Peyğəmbər içəri girib, otaqda müxtəlif meyvələri gördükdə dedi. Məryəm, sən gecə-gündüz ibadət edirsən, həm də otaqdan çıxmırsan. Elə isə bu otağındakı meyvələr hardandır? Bunu eşitcək Məryəmin gözəl çöhrəsinə təbəssüm qondu və o belə cavab verdi. Bunlar Rəbbimin mənə hədiyyəsidir. Rəbbim istədiyi kəsi istədiyi kimi ruziləndirir. Allah istədiyi neməti insana bəxş edər. Allah Məryəmi günahlardan uzaqlaşdırmışdı. Onu dünyadakı digər qadınlar arasından seçib ən üstün etmişdi. Bu Məryəmin daima Rəbbinə ibadət etməsinə görə idi.